Məni cəmi 17 yaşımda heç tanımadığım bir insanla nişanladılar. Qaynım gəlib üzüyü taxdı və getdi. 9 ay nişanlı qaldım. Bu müddət ərzində mənə dedilər ki, oğlan polisdir. 25 yaşı var, işi, gücü, evi, eşiyi, hər şeyi qaydasındadır. Amma toya cəmi 2 gün qalmış öyrəndim ki, deyilənlərin heç biri doğru deyil. Oğlan nə polis idi, nə də onun 25 yaşı var idi. Əslində 37 yaşı və özü də fəhli işləyirdi. Üstəlik yaşamağa evləri belə yox idi. Gəlirliyimi belə mənə atam aldı. Oğlan evi demək olar ki, heç nə etmədi. Biz də isə nişanı qaytaran qıza çox pis baxırlar. Ona görə də mən məcbur olub bu evliliyə razı oldum. Hal-hazırda mənim 2 qızım var. Onlara görə bu evliliyimi davam etdirdim. Amma artıq inanın ki, çox yorulmuşam. Hər mübahisədə mənə deyilən sözlər daha çox qəlbimi incidir. Qaynanam, qaynatam isə hər dəfə məni apar uşaqları atın evində yedizdir, sonra bura gətir deyirlər. Bu hekayəni yazmaqda məqsədim odur ki, valideynlər qız və oğul övladı arasında fərq qoymasınlar. Qız övladı da ən azı oğul qədər dəyərlidir. Neçə qızınız olursa olsun, onlara sahib çıxın, arxalarında durun, qızdır deyib taleyin ümidinə buraxmayın. Çünki bəzən valideynlərin verdiyi bir qərar övladının bütün həyatını dəyişə bilər. Çox sağ olun məni dinlədiyiniz üçün. Əgər sizin də paylaşmaq istədiyiniz bir həyat hekayəniz varsa, adınız gizli qalmaq şərti ilə mənimlə bölüşə bilərsiniz. Bəlkə də sizin hekayəniz kiminsə həyatına iş tutacaq.